25 səhifəlik sənəd aşağıdakı parametrlərlə çapa göndərilmişdir. Çap üçün neçə ədəd A4 vərəqi istifadə olunar? Biz ilk olaraq çapa gedən səhifələrin sayını müəyyən etməliyik. Birinci bu hissəyə baxırıq və 4 ilə 12 aralığında burada 9 dənə səhifə var. Üstə gəl. 15 özü bir dənə, 19 bir dənə və digər aralıqda 24 və 29 yazsa belə 25 səhifəli sənəd olduğuna görə biz həmin arada 24 və 25-ci səhifələri götürəcəyik. Yəni 24-29 aralığında 2 dənə səhifə var. Deməli, cəmi çapa gedən səhifələrin sayı, onda qeyd edirəm ki, 13 dənədir. 13 dənə səhifə çapa gedir. Daha sonra ikinci, mən bu səhifələri bir vərəq üzərində necə yerləşdirəcəm? Bir vərəqin bir üzündə 4 səhifə olmaqla yerləşdirəcəm. Onda 13-ü 4-ə bölməliyəm. 3 tam və qalıq da qaldığına görə mən deyirəm ki, həmin qalan hissə üçündə bizə başqa bir səhifə lazım olacaq. Yəni, bu halda bizə 4 dənə səhifə lazımdır. Daha sonra həmin səhifələri vərəqə yerləşdirmək üçün vərəqdə çapın bir tərəfli və ya iki tərəfli olmasına diqqət etməliyəm. Bir tərəfli çap olduğuna görə 4 səhifə elə 4 vərəqdə çapa getmiş olacaq. Və ən sonunda kopya sayına baxmalıyam. Həmin 4 vərəqdən 5 kopya çapa gedirsə, onda cəmi neçə vərəq lazımdır çap üçün? Doğru cavab olacaq 20.